Bu dünya belə bir yerdir ki, səndən bir nemət almasa birini verməyəcək. Nəsə verdisə dünya sənə, mütləq nəyisə alacaq. Bir nemət sənə gələndə bil ki, biri də getdi, dünyavi nemət. Bu dünya belədir. Almasa vermir, buna inanın. Çünki məhdud yerdir bura. Hər şey verə bilmir. Məhdud yerdir. Hər xoşluğunun yanında bir sıxıntısı da var. Xahiş edirəm, tanıyın da yaşadığınız yeri. Hər xoşluğunun yanında sıxıntısı var. Bir şey əldə elədin, bir şey itirəcəksən. Nəysə verdisə, nəysə alacaq. Bunu bilin və onda halınız xarab olmayacaq. Həyatın qaydasını adam öyrənib yaşamağa başlayanda halı xarab olmur. Bir reallığı danışıram. O reallıq ki, görürük bizdən gizlədirlər. Sən hər şeyi müəyyən eləmirsən. Bu dünya xəsis dünyadır. Hər şeyi verməyəcəksən. Nəysə versən, nəysə əlindən alacaq. Nəysə versən, nəysə əlindən alacaq. Səni bu cür anladılar. Mən sadəcə sənə olan şey deyirəm. Bəs onda niyə qanımız qaraldı ki, həyat bir şey verir, bir şey alır, yaxşılığın yanında pisliyi var filan filan. Sən dünya ilə hal tapma ki, dünya ilə hal itirəsən. Sən halvı başqa yerdən tap. O zaman heç bir şey sənin halvı korlamayacaq, əksinə daha xoş yaşayacaqsan. Sənə kim demişdi ki, bu hisslər, bu hadisələrə bağlan ki, yuxarı aşağı düşdükcə sən də yuxarı aşağı düşəsən. Sənə kim demişdi? Sənə kim bunu öyrətmişdi? Adama deyir ki, dəyişkən şeyə könül bağlama. Bilirsən niyə? Bu dünyada dəyişir hər şey, sən də dəyişirsən. Halın belə olur, o kardioqramada baxsan, yuxarı aşağı yuxarı. Belə yaşamaq olmaz. Çünki bu dünyanın həqiqəti qeyri-sabitdir. Qeyri-sabit bir şeyə könül bağlayanda əhvalın qeyri-sabit olacaq. Adam var, qeyri-sabitdir də halın. 5 dəqiqə qabaq sevinir, 10 dəqiqə sonra yerə görsən. Qəm çəkir, ah çəkir. 5 dəqiqə sevinir. Çünki qeyri-sabit bir dünyaya meyllənib, bağlanır. O da səni qeyri-sabit hala salır. İstəyirsiniz biləsiniz, kim cənnətdə olacaq? Kim axirətdə çox ləzzət alacaq? Baxın, dünyada kim çox ləzzət alır, axirətdə də çox ləzzət alacaq. Dünyanın axirətin içindədir. Nə qədər ah-nalə içində, zəhrimar, acı zəhrimar içində yaşayırsansa, axirətində bərbaddır. Belə müəyyən edin. Nə qədər ləzzətlidir həyatın, bir o qədər orada da daha ləzzətlidir. Nə qədər xoşdursa, bir o qədər də orada daha xoşdur. Çətinliklərimizə görə günahkar axtarmayaq. Ona görə oldu da, filan kəsə görə oldu da. Ola bilər, o günahkardır. Adamlar bir-birini çətinliyə sala bilir. Amma bir Allah'a da gördü bu işlərin arxasında bir Allah da var ya, onun sözü nədir? Hey, onun bunun üstünə həyat çətinliklərini yıxıb özü məsuliyyətdən uzaqlaşdırma. Bəs Allahın səninlə nə işi var? Dünyanın reallığını qəbul eləmək lazımdır. Kaş belə bir ruhiyyədə olardım mən, biz hamımız. Ki, çətinlik gəlir, sənin növbəndindir, gəl görək səninlə nə edirik. İki növbə gəlir, gedir. Sən də anasan hazır vəziyyətdir. Deyəsən, xoş gəlmirsən, görünmür səninlə nə edeyim, təslim yox, mən problemə təslim olmaqdan danışmıram. Mən çətinliyə təslim olmaqdan danışmıram. Əksinə, çətinliyi həll eləmək üçün əvvəl onu aram qəbul eləməlisən ki, aramda ağlın başında onu həll eləyə bilər. Problemi həll eləyin, çətinliklərlə mübarizə aparın. Sadəcə əhvalınızı körləməsin ki, daha yaxşı mübarizə apara biləsiniz. Bəla ilə qarışıb, deyir, mayası bəla ilə yoğrulan yerdir, dünyanı deyir. Elə bir evdir ki, bəla ilə qarışıb, çətinlik ilə qarışıb, vəfasızlıqla tanınıb. Məşhurdur dünya vəfasızlığı ilə. Niyə çətinlik var? Niyə var? Dedik, insan bərabərdir çətinlik. Nə mənada? Niyə? Ona görə ki, deyirik, insan azad varlıqdır. Azad varlıqdır. Necə yəni azad? Yəni seçim edə bilir. Seçim üçün nə lazımdır? Ziddiyyətli istəklər. Deməli, insanın istəkləri bir növdən deyil hamısı ki, istədiyiniz, yox, mütləq və mütləq ziddiyyətli istəklər var. Seçəndə birini, o bir istək adama əziyyət verir. İkisini də eyni zamanda seçəmirsən. Birini seçirsən, bir istəyin olmur mütləq. O olmayan başlayır sənə əziyyət verməyə. Allah da deyir ki, düz seçim elə, düz seçim elə. Düzünü seç, o biri sənə əziyyət verəndə sən o əziyyətdən böyüyəcəksən. Çünki sən böyüməyə gəlmirsən. Böyüdükcə şad yaşayırsan. Böyüdükcə də böyük Allaha yaxınlaşırsan. Dünyaya deyir, bağlanma, qəminə, qüssəsinə bağlanma. Dünyaya adam bağlansa, bugünün şad günü var ha. Qorxu şad gündən, ne üçün? Dünyaya bağlı adamın bugünün sevincli bugünü, gələcəyin nostaljisidir. Günlərimiz vardı. Bütün günü
bugün ləzzətliyə, ləzzətlidirsə, dünyaya bağlı adam heç nuşcanlıqla dünyanın xoş gündən də bəhrələnə bilmir. Bil ki, bir gün gələcək, həsrətlə baxıb o günü yad edəcəksən, keçmişlə yaşayacaqsan həmişə. Başa düşdün? Bugün nə qədər şadsansa, bir o qədər şad günün dağı çox olur adamda, dünyaya bağlı adamda. Fikir verin, bir zaman şöhrətin pikində olan insanlar şöhrət nərdivandan düşüblər yerə, yaşlaşıb. Məsələn, bir zaman deyir, sənin də vaxtların vardı, o vaxtlar vardı. İndi baxsan necə, bütün keçmişi günlərimiz var, ancaq qəmə çevrilib. Şadlıq başlayır sənə qəm verməyə həyatın bir mərhələsində. Əgər bağlısansa, amma bağlı olmayan adam yox. Bağlı olmayan adam elə o vaxtı nədən ləzzət alır, indi ondan ləzzət alır. Bunu hadisə sevindirmirdi ki, hadisə indi yoxdur, qəmlənsin. Deyir, bir vaxtı çıxırdım səhnəyə, alqışlayırlar, indi qapımı döyən yox. Bunu əvvəldən bilməliydin. Nə alqışlayanda səni sevinməliydin, nə bugün qapı döyməyəndə qəmlənməlisin. Bilməliydin ki, bu alqış boş şeylərdir, pus şeylərdir. Kütlənin də tarixən işi bu olur ki, başın üstünə qaldırıb vurub ayağının altına. Vəfalı adamlar az olur. Axıra qədər diyansın. Məsum Əliyə vəfa eləməyən dünyadır. Məsumlara. Sən nə üçün şöhrətin pikində olanda şad idin ki, indi səni sayan yoxdur, qəmlisən. Deyir, mənə vaxtı vardı, pulum var idi, filan, dostlar indi. Belədir də, düz deyir, amma ki, vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Adı bir vəfadır və hər şeydə burada olan, demir, amma insanların hamısından şübhələnir. Vəfalı dostlar da var, heç zaman insanı tərk eləməyən insanlar da var. Yəni, nə demək istəyirəm? Zatı belədir dünyanın. Zatı belədir. Bəzən vəfalı dost da bir şey eləyə bilmir, əlindən bir şey gəlmir. Elə məqamlar da olur, elə momentlər də olur. Allah da dünya çox müvəqqətidir, deyir, bu belə bir yerdir ki, bura çox müvəqqətidir, burada birində olacaq, birində olmayacaq. Buradan görə dava eləyən, etiraz eləyənəcən elə görürsən, qutarır, düşmək vaxtı. Bunun dərdindən hələ bir qəmə düşəsən, problemindən. Bura məhduddur, qısadır, qısa müddətlidir. Ağıllı adam bu şeylərə görə narahat olmaz, etiraz eləməz. İnsansansa çətinlik çəkməlisən. Müxtəlif içində istəklər var, əziyyət çəkməlisən, biri olacaq, biri olmayacaq və inkişaf eləməlisən. Keçən dəfə bir şey də dedi. Dedi, insan əziyyət çəkməyəndə xarab olur. Xarab olur. İnsan ki, əziyyət çəkmədi, əti qoyarsan, qalar xarab olar, sən soyuducudan çıxardarsın. İnsanın soyuducusu o çətinliklərin içində fəaliyyətdə olmaq. Elə ki, bekar oldu, bekar uzun müddət qaldısa xarab olur. Ruh xarab olur. Allahın zəhləsi gedir sağlam bekar adamla. Sağlam amma bekar adamla. Pensiyaya çıxmışam deyir, oturub evdə bütün. Çıxmısan pensiyaya, yaxşı pensiya alsan, lap yaxşı. Çıx evdən, get bir şey, get yer belirlə. Yaşlı adamsan, get bir bağda işlə, bir yerdə. Deyir ki, bekar adamdan Allahın acığı gəlir. Nə olur olsun. Get küçədən bir şeylə, bir iş tap özün üçün. Özdə ancaq qazanc üçün işləməsin. Bu nə mədəniyyətdir gəlib bizim canımıza xora kimi düşüb ki, ancaq qazanc üçün adam işləyər. Qazanc üçün işləyərlər, pul gətirərlər, ibadətdir qazanc üçün işləmək. Amma ondan əlavə də nə şeylər. Yaxud da indi qazancın yoxdur, bekar evdə oturmuşsan. Dəfələrlə bunu demişəm, mənə deyirlər ki, bu dəli olub yəqin ki. Demişəm ki, bekarsan onsuz da, get pulsuz işlə bir yerdə. Bilən mənə maaş lazımdır. Gör Allah ömrüvə bərəkət verir yoxsa yox, gör ruzu tapırsan yoxsa yox, gör Allah sənə iş göndərir yoxsa yox, heç kəs yox. Tapamırsan, onsuz da bekarsan, dur get, gedirəm, küçəli süpür, özün. Bir sındır da özünü, getlə bir yerdə, görürsən biri yer belirləyir, parkda deyirəm, ver mənə, mən sənə kömək eləyim, heç də istəmirəm, maaşını sən al, mən eləyim. Misal üçün deyirəm, bu qədər faydalıdır insan üçün. Allah da yetirər. Qiyamət günü ən ağır hesab verən adam. Hesab kitabı sorğu-sualı ağır olan adam kimdir? O adamdır ki, iş görə bilərdi, görmürdü. İşləyə bilib işləməyən, şərait olub işləməyən, nəsə eləyə bilib eləməyən insanların qiyamətdə hesab kitabları ağır. Zamanda insan özü də özünü zəhmətə verməyə hazır olmalıdır. Biz sirri fironluq eləyək. Rahat oturaq, ayağımızı uzadaq, yaşayaq elə.